Əgər mülkiyyət sənədin yoxdursa, sənə qaz, işıq, su çəkilə bilməz. Yəni kommunal xidmətlərdən məhrumsan. Bunun da səbəbi bu idi ki, Bakıda minlərlə sənəd ev var. Necə çəkiblər bunun bazara? da səbəbi bu idi ki, vətəndaşları qanunsuz, yəni sənədsiz ev tikməkdən çəkindirsinlər. Bu gülməlidir ki, vətəndaş kimdir ki, qanunsuz ev tikə? Ha, sağ ol. Vətəndaş kimdir ki, qanunsuz hərəkət eləyər? Vətəndaşın elə bir hüququ Yerli var. icra orqanları var, bunun polisi var, prokuroru var. Yəni ki, Nə vətəndaşa, yəni ki, biz bu qanunu qəbul edirik ki, vətəndaş da qoşsun qanunsuz ev tikməsə. Məhər qanunsuz evi vətəndaş öz başına tikir. Vətəndaş kimdir ki, qanunsuz ev tikə? Bu cür yanaşmalar vətəndaşı narazı salır. Və bugün biz bəli dünya qaz veririk və bununla fəxr eləyirik. Amma vətəndaş özü həsrətlə baxır ki, evimin qarşısından bu yoğunluğuna qaz borusu gedir. Evimin də yanından belə böyük bir boru ilə da su keçir, şırıltısı gecə mənə laylay çalır. Amma heç birindən mən istifadə edə bilmirəm. Və bu vətəndaşa necə təsir eləməlidir? Pis təsir eləməlidir, əlbəttə ki. Ona görə də vətəndaşın fundamental ehtiyacını qanuna bağlamaq və qadağan etmək sosial dövlətə yaraşan hərəkət deyil. Mülkiyyət hüququn yoxdur, necə evi tikib, evinə sərmayə qoyub, fəhlə işlədir, xərcləyib ora, o elektrik enerjisinə görə pul ödəyir, bələdiyyə gündə gəlir ki, pulumu ver, dövlət orqanları gəlir, pulumu ver, lazımı evini tikəndə də lazımı bütün müvafiq icra orqanlarına da pulunu ödəyib, qeyri-qanuni, qanuni, sağ ola, hörmətə və s. ediblər bunu. Və onlar da sağ olsunlar, göz yumublar. Bizim axı bu xalqımızın sözü var, bir dam düzəldim, balalarımı yığım başıma, qanadımın altına yığım balalarımı. Bu da gedib bir yer düzəldim, balalarını yığıb qanadının altına. Pis iş görüb. Əgər sən istəyirsənsə qanuni tiksin, o qanuni ev tikmək üçün gedib, dediyiniz o dövlət sənədli ev almaq üçün sotuna 10 bin, 15 bin hardan verib alsın? Necə onun ömrü boyu 10 min manatı yox, 1000 manatı bir yerdə görməyən insanlarımız var.